inkişaf sürəti o qədər yüksəkdir ki, indiki cəmiyyət təhsilinin belə deyək də, təhsil texnologiyaları özünə fərdi inkişafın sürəti o da yüksəkdir ki, universitet onu çatdıra bilmir. Universitetdə uğurlu insanlar gəlib dərs keçmir ki, Elon Musk gəlib dərs keçmir ki, hansısa pedaqogikanı qurtarmış bir müəllim gəlib dərs keçirir də. Yəni pis mənada demirəm bunu. Sadəcə pedaqogikanı qurtarmış bir müəllim gəlib dərs keçir. Mənim universitetlə bağlı ən çox narahat edən bu məsələdir. Sonra İncəsənət Universitetində mən həmişə deyirdim, bir insan əgər film çəkirsə, davamlı olaraq bir rejissor, deyək ki, kino rejissorlar yetişdirilirsə, davamlı film çəkməklə məşğul olan insanın zaten vaxtı yoxdur gəlib burada akademik mühitdə dərs desin. Bəli. Deməli nəticə o olur ki, bunda kifayət qədər uğurlu olmamış insanlar gəlir dərs deyir və belə çıxır ki, bu tələbələrdə kifayət qədər uğurlu olmamış insanlardan dərs alır. Çıxır ki, və təhsil sisteminin məqsədi uğurlu olmaq yox, uğurlu olmayan insanlardan necə uğursuz olmağı öyrənməkdir. Deməli, mənim bir dostum bankda işləyirdi. Bəlkə də nə iş edir, biləcək kimi deyirəm. Gəldi, dedi, oxan işsiz qalmışam da, bəs həmin bank ləğv olundu Azərbaycanda. Biraz keçdi, dedim, falan kəs, haradaysan? Dedi ki, universitet dərs deyirəm də, universitetin adını çəkməyim, pis çıxar sonra. Dedim, nə dərs keçsin? Dedi ki, biznes qurmaq barədə. Dedim, necə yəni, sən işsiz deyildin, neçə gün qabaq. Dedim, nə öyrədirsən? Necə yəni, biznes necə qurmaq barəsində. Dedim, falan kəs, belə qurmağa bacarırdın, elə gedib özüm qurardım da.